Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. Musavatın məlumatına görə Babilon adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb. Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Diqqət çəkən məqam odur ki, son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib. Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında Atlas B yük gəmisi də dron hücumuna məruz qalmışdı. Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, Azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər. Hazırda Babilon gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir. Dünən axşam vurdu. Babilon ayın 17'si gəminin İMO'su. Bacadan vurdular. Aşağısı da yanıyordu. Buralar da yandı. Bu drone'un motoru. Motordular. Köprü üstünü görsən. Ben dünən bunu yüzden söndürdük. Köprü üstü. Fenerler işlemir. Bura. Bilmiyorum, görünür biliyorum. Ve burada. Bugün de köprü üstü yanır. Böyle. Buralar olmayadı. Deşik saat. Yani böyle bir şey. Ben de can təhlükəmə görə gəmidən inirəm. Qorxmaq ayıb deyil, qorxuram. Bitti.